Bu gün 7-ci sinif riyaziyyat dərsliyinin 2-ci hissəsinin izahına baxacağıq. Bu gün biz funksiya bölməsinə girəcəyik. Təbiətdə bir hadisə başqa bir hadisənin baş verməsinə səbəb olur. Bir cəmiyyət başqa bir cəmiyyətdən asılı olaraq dəyişir. Məsələn, gedilən yol zamandan kvadratın sahəsi onun tərəfindən ödənilən məbləğ alınan malın qiymətindən və miqdarından asılıdır. Bir cəmiyyətdən başqa cəmiyyətdən asılılığını ifadə etmək üçün funksiya anlayışından istifadə edilir. Funksiya sözü Latın dilindən tərcümə icra etmək, baş vermək mənasını daşıyır. Funksiyalar hadisə və cəmiyyətlər arasındakı qanuna uyğunluqları anlamağa, onlar arasındakı asılılıqları modelləşdirməyə və müəyyən proqnozlar verməyə yardım edir. Funksiyanın qrafiki bu asılılıqları vizual olaraq təhlil etməyə imkan verir. Bizdə burada qrafik şəklində və cədvəl şəklində də müxtəlif funksiyalar verilmişdir. Biz buradan x-i 1 olanda y-i 3 olaraq verib, 2 olanda isə 1 olaraq verib. Burada yəni bizə funksiyanı anlatmaq üçün belə bir cədvəl verib, həmçinin qrafik. Burada isə biz bilirik ki, funksiya hər zaman y asılı olur x-dən. Çox zaman funksiya giriş qiymətlərini çıxış qiymətlərinə çevirən qayda kimi təqdim edilir. İndi isə gəlin bu bölmədə nələr öyrənəcəyik ona baxaq. Cəmiyyətlər arasındakı asılılıqları funksiya şəklində ifadə etməyi, funksiyanı düstur, cədvəl və qrafiklə təsvir etməyi, xətti funksiya anlayışını izah etməyi, xətti funksiyanın qrafiklərini qurmağı, funksiyanın köməyi ilə müxtəlif məsələləri həll etməyi. Gəlin ilk tapşırıqla başlayaq. İlkin yoxlama. 1. Düzbucaqlı koordinat sistemində verilmiş nöqtələrin koordinatlarını müəyyən edin. Bizə burada düzbucaqlı koordinat sistemi verilmişdir və müəyyən nöqtələrdə verilmişdir. Və suallarda isə bizdə deyil. A bəndi. Hansı nöqtələr absis, hansılar isə ordinat oxu üzərindədir? B. A, B, C, D nöqtələri hansı rüblərdə yerləşir? Gəlin bu sualların izahına baxaq. A bəndində absis oxu deyəndə, yəni x, ordinat oxu isə deyəndə y oxu nəzərdə tutulur. Burada isə gördüyümüz kimi bizdə absis oxunda M və L nöqtələri onun üzərində dayanmışdır. Ordinat oxunda isə K və P nöqtələri ordinat oxunun üzərində dayanmışdır. İndi isə B bəndinə keçək. A, B, C, D nöqtələri hansı rüblərdə yerləşir? Bizə B-də, indi biz bunun koordinatlarını ilk olaraq müəyyənləşdirəcəyik. A, biz hər zaman x-i birinci, y isə ikinci yazacağıq. A 3 mötərizəli vergül 2, B -4 mötərizəli -3, C 3 mötərizəli vergül -2, D 3 mötərizəli vergül 3 olaraq yazacağıq. İndi isə gəlin ikinci tapşırığa keçək. Verilmiş nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin. Verilən nöqtələrdən keçən düz xətt çəkin və onun koordinat oxları ilə kəsişmə nöqtələrinin koordinatlarını yazın. A bəndində bizə A-ya -1 mötərizəli vergül 3 və B mötərizə daxilində -3 mötərizəli nöqtəli vergül -3 olaraq verilmişdir. İndi isə mən ikinci tapşırığın A bəndini bu şəkildə çəkmişəm. Nöqtələrə uyğun olaraq, bizə verilən koordinatlara uyğun olaraq A və B-ni işarələnmişəm. Bu şəkildə yazacaqsınız. Və bizdən kəsişmə nöqtəsini soruşur. Kəsişmə nöqtəsini isə bizdən soruşur ki, koordinat oxu üzərində necə kəsişmişdir. Burada biz gördüyümüz kimi kəsişmə nöqtəsi bərabərdir. Mötərizə daxilində -2 nöqtəli vergül 0. Çünki gördüyümüz kimi burada onun absis, yəni x oxu üzərində dayanıb, ancaq hündürlüyü yoxdur, yəni ordinatı olmadığına görə 0 olaraq yazacaq. B bəndində isə deyir ki, C mötərizə daxilində 3 nöqtəli vergül -2 və D
Mötərizə daxilində -4 nöqtəli vergül 5 olaraq verilmişdir koordinatları. İndi isə gəlin bunun koordinat sisteminə baxaq. B-ni bu şəkildə yazacaqsınız koordinat sistemini və burada kesişmə nöqtəsi 2 ədəddir. Biri mötərizə daxilində 1 nöqtəli vergül 0, digər isə 0 mötərizəli vergül 1. Çünki gördüyünüz kimi burada da işarələmişəm. Bu şəkildə olacaqdır. C bəndində isə E mötərizə daxilində -2 nöqtəli vergül -4 və F mötərizə daxilində 4 nöqtəli vergül -1 olaraq verilmişdir. İndi isə gəlin onun koordinat sisteminə baxaq. Onun isə koordinat sistemi bu şəkildədir. Siz də bu şəkildə dəftərinizə seçəcəksiniz. Və burada kəsmə nöqtəsi isə 1 ədəddir. Bu şəkildə olacaqdır. Qırmızı ilə işarələdiyim yer. Və kəsmə nöqtəsinin koordinatı isə mötərizə daxilində 0 nöqtəli vergül -3. Yəni burada 0 bizdə olacaqdır absis. -3 isə olacaqdır ordinat. İkinci tapşırığımız bitdi. İndi isə gəlin üçüncü tapşırığın izahına baxaq. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini tapın. A bərabərdir -3, A bərabərdir -3,8. Sonra ikinci ədəd olaraq bizə verilir -2,4 və üçüncü ədəd olsa 0,8 olduqda 2A çıxılsın 1,4 nəyə bərabər olar? İndi biz bu ədədləri bir-bir yerinə qoya-qoya hesablayacağıq. Biz ilk olaraq bizə verilən ifadəni yazırıq. 2A çıxılsın 1,4 və ədədlər isə yerinə qoyuruq. İlk olaraq 2 vurulsun mötərizə daxilində -3,8 çıxılsın 1,4. O da bərabərdir. 2-ni vuranda -3,8-ə, o da bərabər edəcək bizə -7,6 çıxılsın 1,4, o da bərabərdir -9-a. İkincisində isə 2 vurulsun -2,4, 2,4 çıxılsın 1,4, o da bərabərdir. 2-ni vuranda -2,4, o da bərabər verəcək bizə -4,8 çıxılsın 1,4, yəni 1,4. O da bizə bərabərdir -6,2-yə. Üçüncü isə 2 vurulsun 0,8 çıxılsın 1,4, 1,4. O da bərabərdir 1,6 çıxılsın 1,4. O da bərabərdir 0,12. İndi isə gəlin B bəndinə baxaq. X bərabərdir -2,5-də 4, 0,4. -2 olduqda 3 çıxılsın 1,5x-i tapın. Eyni ilə A bəndindəki kimi hesablayacağıq. İlk olaraq ifadəmizi yazmışıq. İfadəmiz 3 çıxılsın 1,5x. İndi isə ədədləri yerinə qoyacağıq. 3 çıxılsın 1,5 vurulsun -2,8 bərabər edəcək 7,2. 3 çıxılsın 1,5 vurulsun 0,4, o da bərabərdir 2,4. Üçüncü isə 3 çıxılsın 1,5 vurulsun -2, o da bərabərdir 6 olacaqdır. İndi isə gəlin dördüncü tapşırığa baxaq. Y dəyişəni x dəyişənindən düz və ya tərs mütənasib asılıdır. Cədvələ əsasən bu asılılığın düz və ya tərs mütənasib asılılıq olduğunu müəyyən edin. Cədvəli tamamlayın. Düz mütənasib asılılıq üçün mütənasib əmsalını tapın, uyğun düstur yazın və qrafiki qurun. İndi isə gəlin A bəndinə baxaq. A bəndində bizə x-i 2, y-i 6, ikinci sütunda isə x-i 3, y-i 9, 3-də 4, y-i 12 və son sütunda isə x-i 5, y-i isə boş xana olaraq verilmişdir. Biz indi bu boş xana tapacağıq. A bəndində cədvələ uyğun yazmışıq və boş xanaya 15 olaraq yazmışıq. Ştrixlənmiş yerlər isə bizə boş xana ifadə etdiyi yerlərdir və y-in x-dən asılılığı isə y bərabərdir 3x və düz mütənasibdir. Digər cədvəllər isə bizə bu şəkildə verilmişdir. B bəndini bu şəkildə yazacaqsınız. C bəndini bu şəkildə, D bəndini bu şəkildə, E bəndini bu şəkildə, F bəndini isə bu şəkildə yazacaqsınız.
İndi isə gəlin 5-ci tapşırığın izahına baxaq. Eni verilmiş düzbucaqlığın sahəsi S uzunluğundan A düzmütənasib asılıdır. Qrafikə əsasən düzbucaqlığın sahəsinin onun uzunluğundan asılılıq düsturunu yazın. Düzbucaqlığın eni nə qədərdir? Qrafik üzərində qeyd edilmiş nöqtələrin koordinatları nə ifadə edir? Bizə cədvəldə bu şəkildə verilmişdir və koordinatları da verilmişdir. İndi isə keçək həllinə. 5-ci tapşırıqda düstur bu şəkildə olacaqdır. S bərabərdir 0,5 vurulsun A. Eni sabit olacaqdır. S sahə, A isə uzunluq olaraq verilmişdir. Sualların cavabları bu şəkildədir. İndi isə keçək 6-cı tapşırığa. Bir vedrə süddən 0,7 kiloqram yağ alınır. Südlə dolu vedrələrin sayını X, onlardan alınan yağın kütləsini isə Y ilə işarə etməklə Y dəyişənin X-dan asılının düsturla ifadə edilir. X bərabərdir 10, 15 və 24 olduqda Y-in qiymətini tapın. 9,1 kiloqram yağ almaq üçün neçə vedrə süd lazımdır? Bu tapşırıq isə bu şəkildə yazacağıq. Düstur bərabərdir Y bərabərdir 0,7 vurulsun X. Birinci isə bizdə orada X-in dəyişənləri verilmişdir. X bərabərdir 10, 15 və 24 olduqda hesablamalarını aparaq. 1. 0,7 vurulsun 10 bərabər 7 kiloqram. 2. 0,7 vurulsun 15 bərabərdir 10,5 kiloqram. 0,7 vurulsun 24 o da bərabərdir 16,8 kiloqram. Və son sualda isə bizdən soruşurdu ki 9,1 kiloqram yağ almaq üçün neçə vedrə süd lazımdır? Onu isə bu şəkildə yazacağıq. 9,1 bölünsün 0,7 yəni 0,7 o da bərabərdir 13 vedrə südə. Və indi isə səhifə 6-nın ilkin yoxlamanın son məsələsinə baxaq. Bir nasos 2 saata 2400 litr su vurur. T saat işləyən nasosun vurduğu suyun həzmi V ilə işarə edilərsə, V dəyişənini T ilə ifadə edilir. Bu nasos həcmi 5500 litr olan boş hissəni 4,5 saata doldurarmı? Cavabınızı izah edin. İlk olaraq hər zaman belə tipli məsələ həll etmək üçün düstur yazırıq. Düsturumuz bərabərdir. V bərabərdir 1200 vurulsun T. Yoxlamasını izləyik. 1200 vurulsun 4,5 o da bərabərdir 5400 litr. Və bizdə çənin həzmin 5500 litr olduğunu deyirdi və bizim isə çənimiz 5400 litr yığdığına görə, cəmi 100 litr çatışmadığına görə burada çatışmır yazacaq. Və əziz izləyicilərim, ilkin yoxlamanın izahı bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə. Kanala abunə olmağı və like atmağı unutmayın.